Bir cümlə deyim, bunu yadda saxlayın, həyatda təcrübə eləyəcəksiniz. İnsanın digər insanın sevgi gözləntisinə cavab vermək gücü yoxdur. Bir insanın digər insanın sevgi gözləntilərinə cavab vermək potensialı gücü yoxdur. Bunu yadda saxlayın. İnsan adlı varlıq digər insan adlı varlığın gözləntilərini tam mənada doğrultmaq gücündə deyil. Ya bir təhər dözüb yaşayacaqlar, ya da ayrılacaqlar. Ya da sevgi qalırsa da həyatları İstənilən həddə şirin və ləzzətli olmayacaq. Ailə qurulur, iki nəfər bir-birini sevir. Kifayət eləmir? Xeyr, kifayət eləmir. Bəs nə təklif edirsən? Yaxşı bir təklifim var. Bütün dünyanın insanlarına, burada oturan insanlara. Yaxşı təklifim nədən ibarətdir? Ailə qurularkən hər iki tərəfin müştərək bir sevgisi olsun. Hər iki tərəf birini sevsin. Onun eşqi ilə ailə qursunlar. Bu olur tamamilə fərqli bir ailə modeli. Hər ikisinin müştərək bir məşuqu, sevgilisi, istəklisi olsun, onun üçün evlənsinlər. O müştərək eşq bunları birləşdirsin. Amma o müştərək eşq onların ikisindən də özlərinə daha mehriban biri olsun. Onları daha çox sevən biri olsun. İkisini də sevsin və ikisi də onu sevsin. O bir nəfəri sevsin. Allahı deyirsən, təbii ki, mənim işim burada oturub Allahı təbliğ eləməkdir.